İçərisinə əhəng qatılan, bir ay hazır olan mürəbbəni, yəni qoz mürəbbəsini hazırlayıram mən. Bizim zonamızda bu çox hazırlanır. Qozlar çox iriləşmədən götürülür, üzəri soyulur. Vaxtı keçən qozların içərisi qara, tam vaxtı olan isə belə göstərin ki, ağ olur, sıxanda içindən suyu çıxır. Bu qozlar qabığını soyduqdan sonra hər gün suyunu dəyişməli bir həftə suda saxlayırıq. Sonra əhəngi belə suda həll edildikdən sonra əhəngi atırıq, içində parçalanır, hətta qaynamaya başlayır. Həmən suyu bu qozun üzərinə əlavə edirik və durmadan qarışdırırıq. Bu suda minimal o 4 gün qalmalıdır ki, tərkibində o acılıq heç olmasa biraz da çıxsın. Biz bunu durmadan qarışdırmalıyıq. Burada suyunu dəyişmirik. Əhəngi sudan götürəndən sonra, yəni 4 gündən sonra qozu götürürük. Hər gün suyu təkrar dəyişirik. Bunu deşirik, içərisində o acılığı çıxsın. Bu hamısını hər tərəfindən ən az bir 10-15 dənə deşik açmaq lazımdır. Onları çıxarandan sonra bir həftəyə yaxın da elə qalır, artıq suyun rəngi dəyişməməlidir. 3 dəfə normal qaynadılıb suyu atıldıqdan sonra zəyə əlavə edib 2 dəfə də elə qaynatmaq lazımdır. Hər kiloqrama kiloqram yarım şəkər tozu əlavə edib qaynadırıq. Tam qaynayandan sonra gözləyirik, tam soyuyur. Sonraki günü təzədən bir dənə də bişiririk. Bişirəndən sonra artıq mətə düşür, rəngi açılıbsa deməli hazırdır. Sizcə bu neçə günə başa gəldi?